Bu formada idarə etməkdə israrlı olduğundan artıq seçki komissiyası da rəyasət heyəti ilə əməkdaşlıqdan imtina etmişdir. Bu vaxta qədər mənsub olduqları bütün təşkilatları dağıdaraq xalqı ümidsizliyə düçar edən əllər indi də parlamenti dağıtmağı qarşılarına məqsəd qoymuşlar. Gəlin buna imkan verməyək. Bugün Bakı vaxtı ilə saat 20-də 50 nəfər millət vəkilinin tələbi ilə çağırılan növbədənkənar fövqəladə iclas xalqımızın yeganə ümid yeri olan parlamentimizin bütövlüyünün qorunmasına xidmət edir. Hələ də tərəddüd içərisində olan millət vəkillərimizin bu 50 nəfərlə birlikdə olması parlamentin yaşaması üçün əllərindən gələni etmələrini xahiş edirəm. Gəlin xalqımızın son xilas və ümid yeri olan parlamentimizi dağılmaqdan və parçalanmaqdan xilas edək. Parlamentimizin xilası hər bir millət vəkilimizin üzərinə məsuliyyət qoyur. İndi hər şey hər bir millət vəkilindən və şəxsən səndən asılıdır. Gücümüz birliyimizdədir. Hər kəsə toplantımızın linki göndərilib. Kimdə link yoxdursa, mənə müraciət edə bilər. Azərbaycan Xalq Parlamentinin millət vəkili Teymur Eminbəyli.